Hal-hazırda zirzəminin suvaqlı döşəməsi və sütunlarının müəyyən hissəsinin betona hazırlığı tamamlanmışdır və birazdan betonlama işləri başlanılacaqdır. Salam əziz izləyicilər, mən Anar Quliyev, Buxton Construction şirkətinin sahə rəisi, inşaat mühəndisi. Bugün sizə Badamdar qəsəbəsində tikilməkdə olan Avqust layihəmiz barədə məlumat verəcəm. Layihəmiz 613 kvadrat ümumi sahədən və 421 kvadrat istifadə olunacaq sahədən ibarətdir. Sual oluna bilər ki, niyə məhz gecə vaxtı iş prosesinə başlanmışdır? Buna səbəb olaraq Bakı şəhərində mövcud qanunların ağır tonajlı maşınların şəhərin mərkəzinə buraxılmasına icazə verilməməsidir. Hal-hazırda biz suvaqlı döşəmənin və zirzəminin sütunlarının betonlama işlərinə başlamışıq. Bugün betonlama işləri bitəcək. Sabah səhər tezdəndən betonun qulluq işlərinə başlanılacaqdır. Qulluq işləri dedikdə mövsümlə əlaqədar olaraq, havaların isti keçməsinə əlaqədar olaraq betonun çatlardan, mikro çatlardan və qüsurlardan qorunması nəzərdə tutulur. Bunun üçün betonun üzərinə kisə materialından olan əskilər, parçalar səriləcəkdir və mütəmadi sulanma işləri aparılacaqdır ki, betonda mikroçatlar əmələ gəlməsin. Mən sizə Avqust layihəsinin suvaqlı döşəməsinin və zirzəmi sütunlarının betonlanması barədə məlumat verdim. Bizi izlədiyiniz üçün təşəkkürümüzü bildirdik.